Lampalı rozetka yaxud lampalı vilka mən buna deyirəm. Burada qoşulubdur rozetkaya udilinitel və bu udilinitelin şnuruna ardıcıl olaraq bu lampanı bağlamışam. Bura vilka taxılanda həmin qurğu taxılanda vilkanın bax belə taxanda həmin qurğu bu lampaya ardıcıl birləşmiş olur. Bu təhlükəsizlik tədbiridir. İnsanın öz içində müəyyən təhlükəsizlik yaradır və cihaz üçün də qoşduğumuz cihaz şəhər qısa qapanma filan olsa çox da böyük ziyan vurmur onda. İndi mən qoşmuşam 1-3 ayağına, bunu qoşuram bura. Burada işıq yanacaq, amma termorezistor işə düşəndən sonra, qızandan sonraki kontaktı perəkusat eləyəcək, bu sönəcək. Bu yanmaq zəif yanmaqdır, közərir sadəcə. Çünki ardıcıl birləşibdir. Vəssalam, bu da çıqqıldadı. Şimdi bunu çıxardıram. Ölçə bilərik. Ölçə bilərik bunu. Kontakt birləşibdir. Üçüncü kontakt və ya keçicilik yox idi. İndi artıq bax bu 2 ilə yaxşı görünsün. Görün. Bax 3. Bax birləşikdir. İndi birazdan bu çıqqıldayacaq. Soğuyandan sonra çıqqıldayacaq və bax bu dil düşəcək aşağı. Mən bunu da buradan götürüm. Aha. O dil düşməsəydi aşağı, işte. Dil aşağı düşməsəydi, bu geri qayıdan değildi bu. Bak görürsünüz dilin üstüne gelir. Bak dilin üstüne gelir. O palık dil var ya orada görünür dört bucaqlı. Tek çəkmə çətindir. Yaxşı görə bilirsiniz. Sərbəst hərəkət edir. Çünki o yuvasına çəkildi. Termo tabletka soğuyandan sonra kontakt aralandı. O dil yuvasına çəkildi. Bunun yoxlaması bundan ibarətdir. Nəyi yoxladıq? Deməli, şəbəkəyə qoşulanda 220 volta termotabletka lazımınca qızır və oradakı termokontakt deformasiya eləyir və keçici kontaktı oturdur 3-cü ayağa. Bu havada qalan ayaq var, o ayaqla birləşdirir. Və o ayaq da sxemin ümumi qida dövrəsini təmsil edir və sxem bütövlükdə qidalanmış olur. Və belə yoxlaması bu cür olur bu. Nədir? Qapı zamoklarının yoxlanması belə olur. Amma 220 volt təhlükəlidir. Ehtiyatlı olun və o gənc ustalara deyirəm və yaxud həvəskarlar var özünə güvənən, ehtiyatlı olsunlar və o lampalı rozetkadan istifadə eləsinlər. O mütləqdir. Onsuz iş görmüyor ümumiyyətlə. O mütləqdir. Sağ olun. Sağlıqla qalın. Gələn dəfə də indi sxemdə
nə cür sxemdəki yerini göstərərəm mən. Sxemdəki yerini göstərərəm bu. Bax, bu da yarımçıq göstərilir. Nümunəvi deyil, indi əlimdə olan budur. Əslində, bax, belə birləşmə var. Belə birləşmə var. Deməli, bu fazadır. Tutaq ki, fərq eləmir, yəni, ya buradan ol, burada faza, ya buradan ol, burada faza, fərq eləmir. Deməli, biri birbaşa gəlir, termokontaktın bir kontaktına, bir tərəflə. Digəri də yenə birbaşa gəlir. Yəni, bax, bu включатели qoşuruqsa, hər ikisinə включатель belədir, hər iki xətti ayırır, birləşdirir. Bunu adətən belə göstərirlər də qırıq xəttlərlə. Qatdım, qarışdırdım. Bunlar birləşikdir belə. Qırıq xəttlərlə hesab edin. Çünki bir dəfə düyməni basmağın onun ikisi də həm bu bağlanır, həm bu. Включатель deyirik. Deməli, ilk anda birbaşa gəlir 220 volt. Bu nədir? Termo tabletkaya. Qızandan sonra bu kontakt bura birləşir. Vəssalam. Bu bəzən, bax, bu birbaşa, biri mütləq birbaşa gəlir. Elə naqili izləyirsiniz, gəlir birbaşa bura. Digəri birbaşa da gələ bilər. Через simisterda, simister vasitəsilə də, simisterdan keçərək də gələ bilər bura. Müxtəlif sxemlərdə mən rast gəlmişəm, birbaşa gələnə də rast gəlmişəm, relənin kontaktına gəlir filan. Через simisterda gələ bilir, bax, bu xətt tutaq ki. Xəttin biri birbaşa elə naqil olaraq gəlir, digəri через simister keçib gəlir. Ona görə dolaşıqlıq yarananda tapırsınız, hansı kontaktlar 1 kilo ohma yaxın müqavimət göstərirsə, izləyirsiniz, həmin yerə 220-nin gəlməsini tapırsınız, hardan gəlir. Tapırsınız onu lazım yerindən 220-ni ora verirsiniz, qalanı artıq doğru olacaq. 3 ayaqdır da, bu digər ayaq artıq məlum olur ki, hə, bu özü qoşulubdur. Onu elə-belə, elə də güclü axtarış eləməyə ehtiyac qalmır. Əgər bunu düz tapıbsınızsa, bu semestrdən gələn bura gəldi, birbaşa gələn də bura gəldi. Üçüncü hara gedir, geçsin. Əhəmiyyət kəsb eləmir artıq. Əgər bununla bunu səhv salsanız, onda problem yaşana bilər. Hələlik bu qədər. Suallarınız olsa yazın. Kommentə də baxın, həmişə mən rəydə yazıram, bəzən unutduğum şeyləri. Yaddaşım elə də güvənə bilmirəm. Sağ olun, salamat qalın.